2 ay əvvəl PKK-YPG terror təşkilatının nəzarətində olan bölgədə Druzlar və Bəşər Əsəd tərəfdarlarının da olduğu qruplar toplantı keçirərək Suriyanın bölünməsi ilə bağlı müqavilə imzalayıblar. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Təhlükəsizlik mənbələrindən alınan məlumata görə devrilmiş rejimin ünsürləri 3 ay ərzində qurduqları gizli əməliyyat qərargahlarında yeni rəhbərliyi devirməyi planlaşdırıblar. Təhlükəsizlik mənbələri Əsəd rejiminin qalıqlarının həyata keçirdiyi hücumların 2 ay əvvəl PKK-YPG, İran və digər qüvvələr arasında əldə edilmiş gizli razılaşmanın nəticəsi olduğunu deyiblər. Qeyd edilir ki, razılaşmanın məqsədi azlıqlardan istifadə edərək ölkəni parçalamaq və nəzarəti İran və digər qüvvələrə vermək olub. Müqavilə Druzların Süveydadan Dəməşqə doğru hücumunu dəstəkləmək və paytaxtı ələ keçirmək məqsədi daşıyıb. Plana görə devrilmiş rejimin qalıqları Latakiya və Tartus sahillərini tutmalı idi. Həmçinin Quneytradan Fərata qədər uzanan bir dəhlizin yaradılması da hədəflənmişdi deyə nəşr qeyd edib.